Bugün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi ateşə tutmuşdur. Bölgü istiqamətine ilerle! Bölgü dayak məntəqəsi istiqamətine ilerle! Aydın oldur! Ermənistan silahlı qüvvələrinin ateş nöqtələri susturulur və döyüş fəaliyyətinin qarşısı alınır. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks hücum əməliyyatına başlaması barədə qərar verilir. Və döyüşün ilk günü. Hazırsan, ne? Polna. Sonunu başladı değil mi? Hə? Gelirler. Geri bağlı var mı? Silahlar zarcet eləyək. Bu tarix bizim Doldurmuşsunuz. 30 ilin susqunluğu belə pozuldu. Ucalan hər bir səs regionun taleyini dəyişən həlledici anın carçısı oldu. Həmin vaxt səngərdə verilən hər bir qərar, atılan hər bir addımsa bütöv bir dövrün sonunu, yeni bir mərhələnin isə başlanğıcını işarə edirdi. ...44 günlük müharibə Cənubi Qafqazın son 10 illiklərdə gördüyü ən böyük hərbi əməliyyatdır. Azərbaycan ordusu planlı və mərhələli hücumla işğal altında olan torpaqlara doğru irəliləyirdi. Və çox keçmədi ki, elə günün birinci yarısında ilk qələbə xəbərləri gəldi. Bir sıra strateji yüksəliklər və kəndlərimiz artıq erməni işğalından azad edildi. Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Qaradiz, Yuxarı Abdurrahmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Tətiyi bırakma, tətiyi bırakma, silahı bırakma. Dayanma. Mülki şəhərlərimizə, Beyləqana, Bərdəyə artilleriya atəşləri və postlarımıza onların hücumları son damlı oldu və bizə həyəcan siqnalı ilə qaldırıldıq 27-si və bizim tapşırığımız düşmənin hücumunun qarşısını almaq oldu ilk növbədə. Şəxsiyyətdə olan ruh yüksəkliyi ermənilərin 30 ildə hazırladığı o Oğanyan səddin bizim cəngavər, qəhrəman Azərbaycan əskəri Ali Baş Komandanı rəhbərliyi altında 3 saatda darmadağın elədi. Cəbrayıl və Füzuli istiqamətlərində əldə edilən uğurların ardınca Zəngilan, Qubadlı və Laçın dəhlizinə nəzarət uğrunda da döyüşlər başladı. Bu 44 gün ərzində Azərbaycan müasir silah sistemləri, pilotsuz uçuş aparatları və kəşfiyyat üstünlüyü ilə hərbi taktikanın yeni nümunəsini göstərdi. Eyni zamanda hərbi komandanlıq effektiv hədəflərlə qarşı tərəfin atəş mövqelərini susturmağı bacardı. Nəticədə Ermənistan silahlı qüvvələrinin hücum potensialı minimuma endirildi. Gerçəkləşdirilən əməliyyatsa yalnız təxribatlara cavab deyil, həm də bölgədə sülh və təhlükəsizliyi təmin etməyə yönələn qətiyyətli addımdır. İlk günler özellikle Füzuli cephesinde, 2. Kolordu cephesinde yaşanan olaylar gerçekten çok ağırdı. Savaş 5. nesil savaşlarında ilk örneğiydi. Yani içerisinde hibrit savaş vardı, özel kuvvet harekatı vardı, konvansiyonel harp vardı. Vekaletler savaşı vardı, 5. nesil savaşının kullanıldığı harp silah araç ve gereçleri vardı ve bir doktrin vardı. Azerbaycan ordusunun uygulamayı başardığı. 44 gün
günlük müharibə təkcə silahların gücü ilə deyil, həm də xalqın iradəsi və ordunun ruh yüksəliyi ilə yadda qaldı. Döyüşlər boyu cəbhənin hər nöqtəsində cəmi bir amal vardı. 30 illik işğala son qoymaq. Əskərlər səngərdə, mülki insanlarsa arxa cəbhədə eyni hədəflə birləşdi. Onlar ağır relyefə, çətin hava şəraitinə baxmayaraq irəliləyir, ən kritik məqamlarda belə motivasiyasını itirmirdi. Müharibə boyu xüsusilə fərqlənən döyüşlərsə Şuşada gerçəkləşdi. Azərbaycan hərbiçilərinin dağ, meşə yollarla irəliləməsi və əlbəyaxa mübarizə aparması da məhz həmin iradənin təzahürü idi. Azərbaycan ordusu nəinki Qafqazda, bütün dünya ölkələrinə sübut elədi ki, hərb tarixində yeni bir döyüş taktikası, yeni bir döyüş növü, döyüş üsulu həqiqətən göstərdi. Döyüş əhval-ruhiyyəsi çox yüksək səviyyədə olubdur. Yəni, mən onu müşahidə etdim həqiqətən. Hətta əskərlər var idi ki, belə düşmən kimi vurmaq istəyir, komandiri vurmaq istəyir. Mən şəxsən onun şahidi oldum ki, əskər belə sinəsini qabağa verir ki, komandirimə güllə dəyməsin. Müharibə həm də informasiya cəbhəsində gedirdi. Azərbaycan ordusu döyüşdə irəlilədikcə dünyaya dəqiq və operativ məlumat çatdırmaq milli təhlükəsizlik qədər vacib sayılırdı. Xarici media, sosial şəbəkələr, o cümlədən beynəlxalq platformalar münaqişə barədə istər saxta, istərsə də doğru olan çoxsaylı iddialarla dolu idi. Bu şəraitdə isə rəsmi məlumatların vaxtında və faktlara əsaslanaraq təqdim olunması olduqca önəmli hesab edilirdi. Azərbaycan ordusunun başarısıyla o topraklar işgalden kurtarıldı. Azerbaycan halkının da verdiği o büyük destek sayesinde o milli birlik, beraberlik şuuruyla yeniden topraklarımız kazanıldı. O günlerin duygusunu, tesirini hiç ama hiç unutamıyorum. Etkisi hala benim yüreğimde. 27 Eylül, 8 Kasım, 10 Kasım gibi tarihleri ve elbette ki yine geçmişteki acıların yaşandığı yıl dönümlerini, Hocalı soykırımı gibi bütün bu tarihi yaşamak, yaşatmak, akılda tutmak, gelecek nesillere aktarmanın bilincindeyiz. Müharibə zamanı ordunun irəliləyişi ilə yanaşı diplomatik masa da aktiv fəaliyyət göstərirdi. Prezident İlham Əliyevin müxtəlif yerli və xarici kanallara müsahibələri qələbənin möhkəmlənməsində mühüm rol oynadı. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyində dönüş nöqtəsi oldu. Nəticədə Ermənistan ordusu müdafiə xəttini tam itirdi. Bu isə 2 gün sonra 10 noyabr razılaşmasının əldə edilməsinə, irəliləyən dövrlərdə isə azad edilən ərazilərimizdə bərpa quruculuq işləri və tərəflər arasında sülhə gedən yola işıq oldu.